Hər addımdan hiss olunur ki, bu gənclər Azərbaycanın sabahki təhlükəsizliyinin təminatçılarıdır. Onlar bu keçidlə vətənə sədaqətlərini və qarşıda duran vəzifələrə hazır olduqlarını nümayiş etdirirlər. Bugün onlar ilk hərbi rütbələrini alaraq gənc zabit kimi ordu sıralarına yollanırlar. Hərbi təhsil aldıqları müddətdə öyrəndikləri bilik və bacarıqları sıravi əskərlərlə bölüşəcək, onların daha yaxşı xidmət etmələri üçün təlimatlandıracaqlar. Təntənəli mərasim döyüş bayrağının meydana gətirilməsi ilə başladı. Döyüş bayrağının kursantlar arasında təhvil və qəbul mərasimi isə xüsusi diqqət çəkdi. Rəsmi hissənin bitməsini səbirsizliklə gözləyən valideynlər sevinc və qürurla yeni rütbələrinə qovuşan övladlarına sarıldılar. Foto çəkdirib sevinclərini bölüşdülər. Bizim yetişməyimizdə əməyi olan bütün komandirlərimizə, müəllimlərimizə və valideynlərimizə dərin təşəkkürümü bildirirəm. İnşallah bugün çox sevincli günümüzdür ki, bizim qalib ordunun qalib zabiti kimi ordu sıralarına daxil olmuşuq. Bundan sonra da hər daim öyrənməyə davam edəcəm. Bildiyimiz kimi həkimlər daim təhsil almalıdırlar və mənim amalım biri ondan ibarətdir ki, daim təhsil almaq. Yəni ordumuza da, əskərlərimizə də layiqincə xidmət eləmək. Mən bütün öz adımdan, ailəmin adından, silahdaşlarım hamısını təbrik edirəm. Əsasən də komandir və müəllim heyətlərimizin çox sağ olun ki, bizə bu günə, gözəl günə, bizə sabah gözəl günə qismət edib. Şərəfli və vicdanlı zabit olacağım və şəxsiyyətin intisamına və ərazi bütövlüyü uğrunda daim möhkəm olmağına əlinə gələn bütün sabah yerini tezdən. Bu yolun sonu deyil, bu yolun başlanğıcıdır bizim üçün. İnşallah hamısına gələcəkdə daha uğurlu yollar, daha yüksək rütbələr arzulayıram. Uğurlu olsun, bundan da yaxşı yerlərə keçsin, bütün yuxarı vəzifələrə qalsın. 6 ildir, yəni Naxçıvan sinifini bitirib, sonra akademiya daxil olub. Yəni əziyyətimiz çox olub. Allah inşallah xeyrini görməyi nəsib eləsin. Mən doğulunub balamla fəxr edirəm. Bu gün bizim üçün ən böyük bir qürur verici, bir fəxr edəcəyimiz bir gündür. İlk övladımdır, 2 övladım var, ikisi də hərbisidir. Sevindirici məqamlardan biri də odur ki, bu ilki təntənəli buraxılış mərasimi əlamətdar ilə Konstitusiya və Suverenlik ilinə təsadüf edir. Heydər Əliyev adına Hərbi İnstitutun məzunları 1-ci və 2-ci Qarabağ müharibələrində, eləcə də antiterror və digər əməliyyatlarda fəal iştirak edib, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası naminə göstərdikləri qəhrəmanlıqlarla fərqləniblər. Azərbaycan ordusunu güclü edən əsas məqamlardan biri də elə əsaslı hərbi təhsil bazasına malik zabitlərdir. Qasım Xuluflu, Namiq Ağayev, İTV Xəbər.